Software proqram təminatı. Deməli yoldaşlar, kompüterin proqram təminatı, proqram təminatı deyəndə bizim kompüterə quraşdırdığımız, yəni endirdiyimiz və ya əməliyyat sistemi üzərinə gələn proqramlar və s. ümumiyyətlə istifadə edilən hər bir proqram, yəni kompüterdə olan hər bir proqram, kompüterin proqram təminatını əhatə eləyir. Kompüterin proqram təminatı üç yerə bölünür. Sistem proqramları, tətbiqi və instrumental proqramlar. Sistem proqramları kompüterin resurslarını idarə edir. Kompüterin işləməsi üçün vacib olan proqramlar buradadır. Demək olar ki, kompüterə xidmət edən proqramlar. Bu özü də iki yerə bölünür. Baza və servis. Burada biraz bölünmələr çoxdur, bunlara diqqətli olun. Baza və servis. Bazaya aid olanlar əməliyyat sistemi, əməliyyat örtüyü, şəbəkə əməliyyat sistemi. Deməli yoldaşlar, əməliyyat sistemi. İndi bunlar haqqında da məlumat verəcəyik biz. Gəlin ümumiyyətlə başlayaq, vaxtımız yetməsin. Əməliyyat sistemi, bazaya aid olanları qeyd eləmişik burada. Əməliyyat sistemi kompüter ilkin açılan zaman BIOS vasitəsilə RAM-a yüklənir. Bunu yadınızda hardware mövzusunu demişdik. Kompüterin işini idarə eləyir, aparat hissəsi, proqram təminatı və istifadəçi arasında əlaqəni təmin edir. Yəni əməliyyat sisteminin işi budur. Ümumiyyətlə əməliyyat sistemi olmasa kompüter yox kimi bir şeydir. Yəni kompüteri idarə edən əsas proqram əməliyyat sistemidir yoldaşlar. Yadda saxlayın. İndi bura bəziləri şəkillərin verilmişi belə köhnə şəkillərdən ibarət. İstifadə olunan əməliyyat sistemləri MS-DOS, Windows, Unix, Linux, MacOS, OS, iOS, Android, Solaris, QNX, NetWare, Symbian və s. Onu deyim ki, bu əməliyyat sistemlərinin adları bilməlisiniz. Yəni bu mövzuda proqramların adları mütləq bilmək lazımdır. Bunları yadda saxlayın. İndi yavaş-yavaş keçəcəyik. Örtüç proqramları. Örtüç proqramları nə üçündür? Yəni əməliyyat örtüyü. İstifadəsi yeni interfeys təqdim etməklə istifadəçiləri əməliyyat sistemlərinin əmrlərini dərindən bilməkdən azad edir. Yəni əməliyyat örtükləri yoldaşlar. Elə ki, mən sizə belə deyim də, bu biz sizdən yoxsuyur. Keçmişdə biz, məsələn, iş masasına getmək üçün, orada hər hansısa faylı axtarmaq üçün, nəyisə aktivləşdirmək üçün klaviaturada komandalar yazırdı. Aydın oldu. O CMD deyil biz ona. Yəqin ki, aramızda işləyənlər olar da. O CMD-də kod yazırdım ki, məsələn, bu açılırdı. Mutlaqca DS yazsa, məsələn, desktopa falan girir və s. Müəyyən kodlar var da. Aydın oldu. Yəni, sırf hər hansısa fayl açmaq üçün onun üçün müəyyən bir kod yazılma tipi var. Ki, onu yazırdım. Amma indi əməliyyat örtüyü bizim işimizi asanlaşdırıb. Artıq onun üçün hər hansısa komanda yazmırıq və əzbərləmirik. Bunun üçün örtücü proqramlar var. Norton Commander, Windows Commander. Bu Norton Commander MS-DOS əməliyyat sisteminin örtüyüdür. Dəqiqə. MS-DOS əməliyyat sisteminin örtüyü. Windows Commander isə Windows əməliyyat sisteminin örtüyüdür. Aydın oldu. Sonra DOS navigator var, X3 Pregold var, Peace Shell var. Bir də Windows'un yoldaşlar 1.0, 2.0, 3.0, 3.1, daha doğrusu 3.1, 3.11 kimi burada versiyalar verilir ki, bunların hamısı örtüç proqramları hesab olunur. Bu siz bir növünə yoxşuyur, bu örtüç. Yəni o komandalarla idarə olunma. O yadınıza gəlirsə, indi oğlanlar daha yaxşı bilər. GTA-da kod yazırdın, silah verirdi sənə. Bəli, müəllim. Həmin Onlardır. şeydir. Həmin şeydir. Mənim Onlar Odri deyil, amma boya həmin şeydir. Sims'də də var. Mən yazırdım həmişə pul kodu. Adın da olur da, yazsan məsələn Modern sənə nəsə Load idi verir. orada. Hə. Müəllim, bu faylı bizə göndərə bilərsiniz qrupa. Göndərəcəm. Onsa sənə bağlı göndərmişdim də sən hardware. Elə bununla Burada göndərəcəm. daha Burada belə lakanik yazılıb və yazılış şriftləri arxa fon rəngləri daha rahat görsənir bu dəqiqə buradan. yo bilirəm də hardware-də də göndərmişdim də yoldaşlar. Deyirəm yəni bu mövzulara göndərəcəm, narahat olmayın. Hə, okey. Şəbəkə əməliyyat sistemi. Elə adından məlum məsələdir şəbəkə. Lokal və qlobal şəbəkədə verilənlərin emalı ötürülməsi, saxlanmasını təmin eləyir. Mən də yoldaşlar, lokal şəbəkə yaxın məsafədə istifadə olunur ki, məsələn 10 dənə kompüteri bir-birinə əlaqələndirirsən. Qlobaldakı internetdə yəni məlum məsələdir. İndi burada şəbəkə əməliyyat sisteminə aid olan proqramlar var. IBM LAN, Windows NT, Unix server, Linux server, Ubuntu, Solaris, Novelnet və ya Windows serverin illəri, bir də Banyan Vines. Belə bir şəbəkə əməliyyat sistemləri var ki, adları verilib. Bunları mütləq öyrənmək lazım. Yaxşı. Sonra növbəti, gəldim servis hissəsinə. İndi qulaq asın. Biz baza hissəsini dedik.
Baza hissəsi getdi. Gəldik servis hissəsinə. Servisə yoldaşlar, həm də xidməti proqramlar deyirik biz eyni zamanda. Servis xidməti proqramdır. Xidməti proqramların işi nədən ibarət ola bilər? Kompüterlə işləyən zaman istifadəçilərə əlavə xidmət təklif edir və əməliyyat sistemlərinin imkanlarını genişləndirir. Yəni, məlum məsələdir. Bunların yerinə yetirdiyi funksiyalar var. İstifadəçi interfeysinin təkmilləşdirilməsi, verilənlərin mühafizəsi, verilənləri bərpa etmək, xarici yaddaş və əməli yaddaş arasında informasiya mübadiləsini sürətləndirmək, arxivləşdirmə və kompüter virusları ilə mübarizə. Demək olar ki, yoldaşlar, bu birincidən başqa istifadəçi interfeysinin təkmilləşdirilməsi. Ümumiyyətlə, əlaqəsiz bir şeydir, onu niyə veriblər bilmirəm. Qalanların bir izahatı var əslində. Yəni, biz verilənləri niyə mühafizə edirik? Kənar şəxslərin əlinə keçməsində. Düzdür. Verilənləri bərpa etmək nə demək? Yəni, silinmiş nəyisə qaytara bilirsən. Arxivləşdirmə informasiya nəzmini sıxlaşdırmaq üçündür. Kompüter virusları ilə mübarizə virusdan qorumaq üçündür. Yəni, əslində bunların hamısında bir izahatı var. Kompüterdə bir tətbiqi var. Bildiniz nə demək istəyirəm? Yəni, buna bir növ əzbərsiz kimi baxmayaq da, o qədərdir. Kompüterin diaqnostikası proqramı gəlir orada. Diaqnostika proqramları nə deməkdir? Kompüterlərin düzgün işləməsini nəzarət edərək yaranan problem barədə məlumat verir. İki yerə bölünür. Test, xüsusi nəzarət proqramları. Test proqramları daimi yaddaşda yerləşir və kompüter elektrik şəbəkəsinə qoşulduğu zaman işə düşür və qurğuların işinə nəzarət edir yoldaşlar. Amma xüsusi nəzarət proqramları proqramların işinə nəzarət edir. Və təbii ki, qarşıya çıxan səhvləri ekranda bizə göstərir. Məlum məsələdir. Hər hansısa proqramda yəqin ki, rast gəlmişsiniz də bir problem olanda reklam xarakterli bir pəncərə gəlir. Yəni, sənə nəyisə bildirirdi orada. Bildiniz? Virus. Bunun şəklinə bax. Çox əlaqəsiz şəkil qoymuşam bura. Virus nədir yoldaşlar? Kompüter şəbəkələri və informasiya daşıyıcıları vasitəsilə kompüterləri yayılmaq, faylları zədələmək və s. Yəni, virus, yəni belə deyə bilərik qısa formada, zərərverici proqramdır. Ona deyim ki, yoldaşlar, virus xüsusi hazırlanır. Yəni, əslində virus hazırlanan bir proqramdır. Aydın oldu. Virusun özü də proqramdır. Kiçik ölçülü, xüsusi hazırlanmış zərərverici proqramdır. Aydındır. Virusların təsnifatı... Kompüterə virus düşüb düşməməyini hardan bilmiyorlar? Səbəblər, indi onu deyəcəm. Səbəblər nə ola bilər yoldaşlar? Məsələn, hər hansısa sənə vacib olan fayl ekranda var. Ta ki, dünən baxırsan ki, ekranda var, bugün baxırsan yoxdur. O səbəb ola bilər. Yəni, faylların itməsi, gizlənməsi, silinməsi, sonra durduğu yerdə, məsələn, bu dəqiqə dərs keçirik. Ekrana lazımsız bir şey gəlir. Nə bilim, bir pəncərə açılır. Aydın oldu. Səbəb ola bilər virusa. Sonra, məsəl üçün, kompüterdən səs çıxa bilər. Bu da virusa səbəb ola bilər. Sonra, məsəl üçün, testdə suallara baxacaq. O tip suallar var. Sonra, məsəl üçün, nə misal göstərə bilərik başqa? Deməli, faylların yoxa çıxması, itməsi dediyi lazımsız səslər gələ bilər. Ekrana lazımsız məlumatlar çıxa bilər. Sonra, o kompüterlərə disk yerləri var da, disk var. Onların öz-özünə asılıb bağlanması, o da virusa səbəbi idi. Yəni, virusa səbəb ola bilər. Aydın oldu, disk yerlərinin asılıb bağlanması, bu da ona səbəb ola bilər. Məsələn, hər hansısa proqramın öz-özünə asılması, sonra əməliyyat sisteminin yüklənməməsi. Əməliyyat sisteminin yüklənməməsi bilsiniz nə deməkdir? Kompüter asılmır. Bunların hamısı bir səbəbdir. Bildiniz yoldaşlar. Bunların hamısı bir səbəbdir. Belə. Sonra başqa nə misal göstərmək olar? Deməli, əməliyyat sisteminin yüklənməməsi, proqramların asılmaması və ya proqramların yüklənməməsi, bu da ola bilər. Ki, proqram asılmır, hər hansısa proqram. O da bir gec yüklənə bilər, o da ola bilər. Səbəblər çoxdur, aydınmı? İndi yoldaşlar, virusların da təsnifatını deyirəm. Diqqətlə qulaq asın. Sonra sualları keçəcək. Artıq sualları siz cavablandıracaqsınız. Kompüter virusların təsnifatı. Yaşayış mühitinə görə təsnif olunur. Yaşayış mühitini yoluxturma üsuluna görə. Destruktiv imkanı və alqoritmik xüsusiyyətinə görə. Yaşayış mühitinə görə fayl yükləmə, şəbəkə virusları var. İndi bunlarla bağlı məlumat verəcəyik. Yaşayış mühitini yoluxturma üsuluna görə rezident, qeyri-rezident, hələ ki adlarını deyirəm sadəcə.
Destruktiv imkanına görə ziyansız, təhlükəsiz, təhlükəli, çox təhlükəli. Alqoritmik xüsusiyyətinə görə kompanyon, soxulcan, bura biraz gizli adlar var. Parazit, tələbə, bu siz dərsiz, tələbə, stress, Sağ olun polimorf, müəllim, təşəkkürlər. xoş və makroviruslar. Aydın oldu. Hətta yoldaşlar, yadda saxlayın, Troyan virusu da var. Düz onun adını burada şeydə var əslində, materialın içərisində. Burada qeyd eləməmişəm. Troyan. Troyanın hətta mən sizə deyim ki, Troya atı elə bir müharibə olub. Aranızda üçüncü qruplar varsa bilərsiniz, bax, yadınızda düşür bəlkə. Tarixi müharibə olub, Troya atı. Orada nə inirdi? Deməli yoldaşlar, burada belədir proses. Troyan virusuna yoluxmuş komitər başqası tərəfindən idarə olunurdu. Ona görə ən təhlükəli virus sayılır Troyan. Yadda saxlayın. Ən təhlükəli virus. Müəllim, viruslar linklə keçə bilər. Necə? Link vasitəsilə. 100% əlbəttə. Hər vasitə ilə Onsuz da keçir. linklərdən, yoldaşlar, viruslarda təsnifatı çoxdur. O linklərlə gələn viruslara biz nə deyirik? Malware. Malware. Fidya proqramı elə adlandırılır. İnformasiya təhlükəsizliyini oxuyanlar varsa bilərlər yəqin ki. Aranızda. Kesidlər, link. Kimsə sənə link göndərir. Bu, sən Telegramda görmüsünüz son vaxtlar. Sənə link göndər, yazır hay, şəkilləriniz. Hə, yoldaşlar, gəlir sizə. Telegram var, Gəlir, sos. hər gün gəlir. Hər gün gəlir ha. Telegramda sənə elə bir şey göndərir, mesaj kimi. Yazır hay, yəni salam. Yazır şəkilləriniz, link qoyur. O linkə heç vaxt girməyin, ha, elə şeylərə, yaxşımı? Güya ki, sənin orada şəkillərin var da. O özü ona deyim ki, göndərənə baxırsan ki, öz kontaktında olan adamlardır. Amma halbuki özü deyil. Giriş Eynən, nöqtəsi olaraq elə eynən, görsənir. eynən. Qarşıdakı şəxsi alladır. Mən də bu informasiya təhlükəsizliyidir, yoldaşlar, bu hissələr. O hissələrlə bağlı mən sizə geniş danışmaq istəyərəm, məlumat. Amma yəni imtahan üçün bizə lazım deyil. İndi aramızda informasiya təhlükəsizliyini oxuyan ixtisaslar, yoldaşlar varsa, onlar təbii ki, daha yaxşı bilirlər. Mən də orada çox geniş məlumatlar var. Çox maraqlı dünyada o ixtisas, həqiqətən də. Belə. Girəndə linkə, onu bilmirəm, mən girməmişəm. Mən həmişə blok atıram. Mən həmişə blok atıram onları. İndi gəlin suallara baxaq. Deməli, qulaq asırsınız. 9-cu sual. Deyə görə nə olacaq? Başını görə yollaşır. 1A müəllim rezident yaşayış mühitinə görə. Müəllim, destruktiv imkanına görə Yox, səslə yox. ziyansız. Səslə yox, mesaj bölməsinə Yaxşı, onda yazın. səssiz. Aynen. Səssiz. Dedim ama ay yoldaşlar, mesaj bölməsinə yazın. Mesaj bölməsinə yazın fikirlərinizi. O səsçi olur deyə, yəni hamıya indi uyğun deyil də yoldaşlar. Fikirlərinizi, cavabları mesaj bölməsinə yazın. Heç kim kifayət eməsin. Counter zəlik yox. Hamı yazsın ha fikirlərin. Hələ ki heç baxmamışıq. Bəlkə kimsə səhv yazır. Hamı yazsın fikirlərin. Burada yoldaşlar variantla işləyib çıxa bilərsinizsə. Variantla işləyib tapmaq tez olur da biraz. Hansısa birini bilirsənsə konkret yazırsan. Lamiyə, niyə A variantını bir 50 dəfə yazmışsan? Hamının yerinə müəllim işləyir. Demirsiz, hamı fikrini. Müəllim, bir dəfə bir şey tapmışam, qoyun yazım da. Nə olacaq? Kalbim kırırsınız. Şota yazmıram, getdim. Yaxşı, kəsmə. Deməli, yaşayış mühitinə görə yükləmədir. Bir oldu de. Fayl yükləmə, bir də şəbəkə idi də. Sonra bir dedi yoldaşlar. Bir dedisə, variant transfesi digər variantları çıxılır. Destruktiv imkanlarına görə. Deməli, ziyansız, təhlükəli oldu, ha? B ilə nə qaldı? Y. Y də aiddir də. Ha, onu deyirəm, bəli, Y. Alqoritm xüsusiyyətinə görə Troyan. A variant. Bəs müəllim, rezident nə idi? Yoluxturma üsuluna görə, bax, buradaydı. Yaşayış mühitini yoluxturma üsuluna görə. Bax, bir dənə yenidən baxın yoldaşlar. Yaşayış mühiti ayrıdır, yoluxturması ayrıdır. Mən də elə Bəli, bilmirəm. ayrı-ayrıdır bunlar. Nəysə.
Birinci sıranın Yaşayış ehtiyacı. mühiti həm də yerləşmə mühiti deyirlər. Eyni şeydə onsuzdur. Müəllim, üzr istəyirəm, bir sual verə bilərəm. Sizcə ki, bu Bəli. kitabla bizim bu master nömrə 1-in kitabı eynidir. Demək olar ki, içi eynidir, amma sadəcə bu deyəsən fərqli dizayndadır. Hansı? Bu. Sizin bu Yo, bu kitab kitab deyil ki, yoldaşlar. Bu şeydir. Elə bir ki, mənim mövzular üzrə hazırladığım bir, nə bilim, qısa bir PDF mi deyim, slide, Slide, belə bir Mən şey. başlayıram. Hə. yəni bundan da oxuya bilərik oradan da. Yəni bunu ata bilirsiniz, yoxsa Ha, bunu acaba- göndərəcəm, bəli, bunu göndərəcəm, amma masterin kitabından baxsanız daha yaxşı olar. Çünki yəni anladım. orada biraz daha effektivlidir Mən gəlir. onu PDF formasında çıxartmışam. Baxıram içi eynidir, sadəcə dizayn fərqlidir. Demək olar ki, dərs Ha, bu eyni. indi slide formasından düzəltmişəm də, ona görə biraz fərqli görsənir. Sonra yollarsa, gələk bunları da deyək, failli viruslar. Failli viruslar icra olunan faillara yoluxur. Onların işini pozur. .x, .com, bat genişlənməli. Bunlar bir sizə hansılar ola bilər? Yükləmə tipli faillər. Ən çox failləri quraşdıranda falan gələ bilər, proqramları. Yükləmə viruslar diskin yükləmə sektoruna yoluxur və əməliyyat sistemi və digər proqramların yüklənməsinin qarşısını ala bilər. Fail yükləmə isə virusları həm faillər, həm də diskin yükləyici sektoruna yayılır. Şəbəkə viruslardakı yoldaşlar kompüter şəbəkələrinə yayılan viruslardır. Ya bunları belə tutmaq olar məncə. Rezident, qeyri-rezident. Rezident əməliyyat sistemi işlədiyi müddətdə aktiv olur. Əməliyyat yaddaşı daimi yerləşir. Yəni kompüter açıq olduğu müddətdə. Qeyri-rezident, amma müəyyən müddətdə əməliyyat yaddaşı aktiv olurlar. Rezident daimi olaraq yerləşir, qeyri-rezident müvəqqəti olaraq müəyyən müddətdə yerləşir. Yenə suallara Rezident sözü baxırıq. bura nə tək gəlir? Mənə maraqlıdır. Bəli, dördüncü sual. Yazın görək variantları yoldaşlar. Dördüncü sual. Yazın görək. Yazdınız vətəndaşlar. Görə nə yazmışsınız? Burada fərqli variantlar da yazmışsınız. Deməli fikirlər fərqləndi burada. De olar məncə müəllim. Əməliyyat sisteminə 1A əməliyyat örtüyü PiShell-lə DOS navigator. 1A 2C'dir. 1A 2CD deməli A variantıdır. A variantı deməli. Şəbəkə əməliyyat sistemindəki IBM-landır. A1 antivirus proqramıdır. Antivirus. Bəli, 2CD oradan görmək olardı. Doğrudur. Növbəti yenə suallar gəlir. İrəyə baxın yoldaşlar. İndi dedik. Adla müəllim. Dedi. A da A, DOS Hadi, navigator. DOS navigator. Elə indi dedik ya Geç. burada bayaq. Zib antivirus Əməliyyatı. deyil, müəllim? Zib arxiv proqramıdır, arxiv. Arxiv. İndi Zip birazdan faylı. deyəcəyik, bəli. O hələ keçməmişik. Bunları keçməmişik, deyəcəyik hələ birazdan, narahat olmayın. Yoldaşlar, o sualı keçsin, çox da üzərinə qalmıram. Sonra nə sual verəcəydim mən sizə? Qoy görüm var. Aha. 37-ci cavabını yazın. 37-ci cavabını yazın. Yaxşı sualdır.
A variantı ilə müəllim, A'dır. Yazın ha yoldaşlar yazın. Monitor niyə vibrasiya verirsin axı? Yəqin problemi var da ona görə. Elə bilməz deyir müəllim. Ha, Hə də. Hədə verilənləri müəllim bayaq saymadı. Elə verilənləri Ha. saydım da yoldaşlar. Onları çıxsaz. Hədə monitorun vibrasiyasını demədiniz, ona görə oldu. Bəli. A daha Müəllim, bu variantı. dərs qəşəngdir, bəyəndim. Keçən dəfəki pis idi. Bu Pis yaxşıdır. deyil. Davam Alqoritm edelim. yaxşı mövzudur. Alqoritm ən asan mövzudur. Elə ən çətin bu mövzu. A variantı. Mənim bu Monitorun dərsi bir vibrasiyası ola dəfəyə bilməz. keçəcək, yoxsa yarıya bölüb keçirik? Yox, bir dərsi keçsin, hamısını bitirəcəm indi. Nəzəriyyədir deyə, bunu saxlamağın mənası yoxdur düşünürəm ki. Ya ona görə hamısını deyəcəm. Düzdür, biraz çox ola bilər. Eyb yox, növbəti dərsə kompensasiya eləyəcək yenə də. Mən bunları necə yadda saxlayacağam? Elə qəşəng, yavaş-yavaş. Öyrənəcək ya yoldaşlar. Düzdür, bir dərs öyrənməyimiz biraz çətin olacaq. Ay Lami, orada nə yazırsan? Bəli, ay müəllim. Yavaş-yavaş öyrənəcəyiz yoldaşlar. 85-ci sual. Yazın görə variantları. Yedi müəllim cavab. Deməli. Yazdıqlarına görə. Çünki Hamı yazdı, ye. Bəli, cavab yedi. Miqyaslaşdırma deyilən bir şey yox. hafizə bərpa, təkmilləşdirmə və anamsı Bəli, var. bunların hamısı var idi. Miqyas yox idi. Davam edirik yoldaşlar. Servis elə bir mühafizə xidmətidir, ancaq Davam edirik. Gəldik alqoritmik xüsusiyyətinə görə. Makroviruslar əsasən Microsoft Office proqramları ilə hazırlanmış fayllara yoluxur. Yəni hansı ki Word, Excel bu tipli sənədlərə. Polimorf virus xüsusi şifrələnmə metodları ilə özlərini şifrələyirlər. Ki antivirus tapa bilməsin də. Stealth viruslar rezident antivirus monitorlarına aldadan alqoritmdən istifadə edir. Dolayısıyla burada yəqin ki geridə monitor arxası bir aldadıcı rolu var bunun. Yəni virusu axtarıb tapa bilmirdi, müəyyən bir çətinlik olur. Stealth viruslar bu ola bilər hardasa. Sonra kompanyon virus. Virusları deməli faylları dəyişmir. Faylların sürətlərini yaya bilər. Kopyasında bir növ desək. Tələbədir, bu sizdiniz. Viruslar proqramlaşdırmaya təzə başlamış həvəskar tələbələr tərəfindən yaradılmış çoxlu səhvləri olan viruslardır. Primitiv. Soxulcan virus mənbəyi bilinməyən elektron post məktublarından gələ bilər. Troyan virusu dediyi kompüter tamamilə başqasının idarəsi altına keçə bilər. Parazit öz sürətini yayarkən eyni zamanda diskin yükləyici bölmələrini də dəyişir. Yəni müəyyən təsir olur da belə deyək. Bunlar oldu virusların alqoritmik xüsusiyyətlərinə görə növləri və bunlar haqqında məlumatlar. Aydındır. İndi bunlarla bağlı məlumatlar görəcəyiz. Gəldik antivirus proqramlarına. Antivirus proqramlarına yoldaşlar özləri 5 yerə bölünür növ olaraq. Filtr, detektor, həkim proqramlar, müfəttiş, vaksin, yaxud immunizator. Filtr nə edir? Mən konkret qeyd edirəm, onları bilin əsas. Təhlükəli əməliyyatları nəzarət edir. Detektor virusların axtarışını təmin edir. Həkim nə edə bilər? Zərərsizləşdirir.
virusu. Müfəttiş vəziyyəti müqayisə eləyir. Dövrü olaraq cari vəziyyətlə ilkin vəziyyət. Yəni virusdan əvvəl sonraki. Radif proqram misal göstərmiyorlar. Hətta həkim proqramları Avaz, Panda, Nodotski, Kaspersky və s. Vaksinləki vaksinləşdirmə ilə qarşısını alır. Vaksin digər adı oldu immunizator. Aydın oldu yoldaşlar. Bax yenə deyirəm. Antivirus tipləri filtr, detektor, həkim, müfəttiş, vaksin. Filtr təhlükəli əməliyyatlara nəzarət edir. Detektor virusların axtarışını təmin edir. Həkim zərərsizləşdirir. Müfəttiş müqayisə edir. Vaksin isə vaksinləşdirmə ilə qarşısını alır. Aydın oldu. Yine testdə suallara baxaq. 84. Yazın görə cavabını. Cəlt yazaq yoldaşlar biraz. Yazdınız mı? Bəli, B'dir. Müqayisə eləyir. Doğrudur. A variantı oldu filtr. C variantı oldu həkim. Bayağı da saxlayın buradan. D variantı oldu Yo, C variantı vaksindir. Fikir vermədim mən də. C variantı vaksin və yaxud immunizator. D variantı həkim. Y variantı detektor. Detektor. Aydındır yoldaşlar. Bayağı da saxlayın bunları, yaxşı mı? İndi mən sizə bir sual verim. Ama kənar bir sual verəcəm yoldaşlar. Vaksin vurdurmuşsunuz heç? Yoxsa yox, korona vaksini. Bəli, müəllim korona vaxtında eləşmişdi. Yox, Yəni çox müəllim. da mənasız bir şeydi, heç bir şeydi. Amma ondan sonra çox asosial oldum ya, ay müəllim. Yəni Hələ vaksindən sonra bu hala düşmüsən də yəqin. sən də ay müəllim, bağlayıram səsi. Ya da niyə bağlayım ki, vəbşə, hə? Yəni vurdurmuş ha 2 dənəsini. Ona Evet. misal gətirsə müəllim vaksini. Necə? Virusa görə müqayisə elədik də yəni. Hadi elə ona görə də vaksin ona görə sual verdim görüm vurdurmusunuz. Prosta Elə hər müəllim bizə qrupdan vaksin soruşun. vurandan sonra viruslarımız azalmaq yerinə artıb. Bilirəm elə olub ha. Gerçi bir xeyri var. Antivaksin olub bu bizə. Deməli bunları da dedik. Sonra indi demədiyimiz ara məqamlar çoxdur yoldaşlar. Qaydaq sonra nə deyəcəyik? Bu antivirus proqramları burada qeyd olunub. Kaspersky, Doktor Web, Nodotski. Bunlar həkim proqramlardır. Norton, Panda, Avira, Avaz, Microsoft virus Eset necədir var. müəllim? Necə? Eset necədir? O da yaxşıdır. O Kaspersky yaxşıdır. müəllim çox adam pisləyir. Yox, Bilmirəm əslində niyə. pis deyil məncə. Mən ondan istifadə etmişdim. Əvvəl yaxşı idi. Aydındır müəllim. Standart proqram. Nədir yoldaşlar standart proqram? Əməliyyat sistemi ilə birgə quraşdırılaraq istifadəçiyə müxtəlif işlərin icrasına köməkçi olan. Standart proqram bilirsiniz nədir? Yəni sonradan quraşdırmadığımız. Sonradan quraşdırılanların heç biri standart deyil. Məsələn, Paint standartdır, Notepad, Snipping Tool, WordPad.
Bunlar standart. Amma məsələn Word-ün özü, Excel-in özü standart deyil. Çünki biz onları sonradan kompüterə quraşdırırıq. Ümumiyyətlə Office proqramları standart proqram deyil, yadda saxlayın. Aydın oldu. Standart proqramlar buradadır və standart proqramları biz adətən burada qeyd olunan qovluqlarda görə bilərik. Windows aksesuarı, sistem və s. İndi bunları da yollaşır. İnşallah keçəcəyik biz Windows əməliyyat sistemində. Orada mən sizə daha ətraflı göstərəcəm, yaxşımı? Yəni bu dəqiqə bunların adlarını bilməsəniz, onlara ehtiyac yoxdur heç. Utilit köməkçi məqsədlər üçün istifadə olunur. Disk və fayl sistemlərinə xidmət edən proqramlardır. Utilitlərə aid olan proqramlar var. Disk defragmenter. Bax, fikir verirsə, qara formada qeyd eləmişəm, bax, qara tünd. Lazım olan yerlərin. Defragmenter faylları diskdə optimal yerləşdirir. Nə deyirlər, bu şeydə də var, Androidlərdə. Yaddaş hissəsində var, optimizasiya. Eləmişsiniz onu? Hə? Bəli. Android Hər telefonunda. gün az 2 dəfə. Ay, sağ ol. Optimizasiya eləndə elə bir ki, bir siz eləməyə çalışır. Yaddaşda elə bir ki, yeniləmə kimi aparır da. Məsələn, faylları bir yerə yığır. Bir yerə toplayır. Bu mənada. Yəni, bu da eyni şeydir, bu da kompüterdədir. Backup ehtiyac sürətini çıxardır faylların. Scan diskdə baş verən o problemləri aşağılayır. Səhvləri. Drive space diskin informasiya tutumunu artırır, sıxır. Clean nə deməkdir? Təmizləmə. Lazımsızları təmizləyir, lazımsız. Recover səbətdən silinmişləri bərpa edir. Recover şeydə yollaşır. Zibil qutusuna silinmiş faylları geriyə qaytarmağa çalışır. Xüsusi bir proqram. Əslində bunların hər biri bir əməliyyatlardır, yollaşır, proqramlardır. Müəyyən bir Mənə funksiya. disk dagger şey aiddir, recoverə. Necə? Disk dagger idi. Odur bir növ odur demək olar ki. Sonra File Explorer, fayl qovluqlarla iş meneceri. File Explorer de bu da yollarsa. Adi bildiyimiz şey pəncərəsi. Qovluq pəncərəsi. Çünki File Explorer nədir ki? Yəni budur da. Yazıb File Explorer başlığından yazılıb. Ya burada qovluqlarımızı, fayllarımızı görə bilərik. Aydın oldu. Bunlar da yadda saxlayın. Yenə deyirəm. Defragmenter optimal yerləşdirir. Backup ehtiyac sürəti. Scan disk səhvləri aşkar etdi. Drive space informasiya tutumunu artırır, sıxır. Clean up lazımsız faylları təmizləyir. Recover bərpa eləyir. File Explorer isə fayl meneceri sayılır. İndi bunlarla bağlı suallara baxacaq, yaxşı mı? Bir dənə bu arxivi də deyək. Arxiv proqramları, arxivator. Arxivləşdirmə nədir? İnformasiyanın xüsusi riyazi alqoritm əsasında sıxlaşdırılması. Yada saxlayın yoldaşlar. Əsasən mətn tipli fayllar daha çox sıxıla bilir. Arxivləşdirmə mən sizə göstərmişim. Qoyla şəkil də var, burada göstərim. De bunlar da rar, zip. Aydın deyil yoldaşlar. Bunlar faylların ölçüsünü sıxlaşdırma məqsədlə istifadə olunur. Sıxma arxivləşmə dərəcəsi asılıdır. İstifadə olunan arxivatordan, sıxma üsulundan və faylın tipindən. Çünki ən çox mətn tipli fayllar sıxıla bilir. Arxivləşdirmənin iki səbəbi var. Bir informasiyanı qorumaqdır, onun əlavə sürətini çıxartmaqla. Bir də səmərəli istifadə edilir. Çünki səmərəli bir sizdən görə, bir var ki, məsələn, 20 dənə faylı ekranda saxlayasın, bir də var ki, 20 dənə faylı bir dənə qovluğun içində yığasın, arxiv qovluğunu. Onda həm həzm az olur, həm də ki, yerə görə səmərəli istifadə eləmək olur. Aydındır. Arxiv proqramları burada verilib yoldaşlar. Arxivatorlar, proqramlar. Bunların adlarını mütləq bilmək lazımdır. Burada necə yadda saxlaya bilərsiniz? Mən məsləhət görürüm ki, Z hərflər var. Z, görürsünüz. Z-lara görə yadda saxlaya bilərsiniz. Sonra Vin-ə görə Vin. Sonra arka görə arxivləşdirmə. Aydın olduğu Vin. Bir dənə hamster fərqli bir addır. Qalanların haradasa yadda saxlamaq olur məntiqlə. Hətta burada özü asılan arxiv faylı da var. Arxiv faylı yaratdıqda bu faylı asmaq üçün kompüterdə xüsusi arxivator tələb olunmur. Bu fayllar .x genişlənməsinə malik olur. Yəni bunlar üçün əlavə proqrama ehtiyac yoxdur. Normal da açılır öz formatında. Driver anlayışı var. Driver nədir? Çox vacib sualdır. Çox vacib sualdır. Driver sistem proqram təminatına daxil olur. Əməliyyat sistemi ilə periferi qruplar arasında əlaqəni təmin edən proqramdır. Driver yoldaşlar, xarici qrupları kompüteri tanıdır.
Məsələn, mən tutaq ki, bir dənə şey almışam. Mouse və ya nə bilim scanner və ya printer. Onu kompüterə tanıtmaq üçün onların öz daxilində proqramları olur. Proqramları kompüterə yazmalıyıq ki, kompüter o proqramı tanısın. O qurğunu tanısın. Tanımazsa mümkün deyil arasında göstərici alasınız. Bildiniz? Mütləq tanımalıdır. O görə dediklərimizdən nə keçdik? 90-cı sual. Yazın görək variantları. 90-cı. Biraz sürətli. Biraz sürətli. Deməli yoldaşlar, bəli, ehtiyac sürətini çıxardır, B. A variantı optimallaşdırma defragmentə aiddir. C variantı heç birinə aid deyil. Müəllim Y niyə deyil? Back falan nə bilim dedim geri meri oradan Y Yo, yazdım deyil. mən. Yox deyil, elə bir şey yoxdur, elə bir şey deməmişik biz. Hı. Sonra dediklərimizdən nə var? Geri qaytarmaq barədə recovered. 42-ci sual, bunu da yazın. 42-ci sual yazın görək bəndə. Yazın görək ya yoldaşlar. Drive space nə oldu? Y variantı. Aydın oldu. Buna bir dənə mən misal deyim də. Drive aid. Bir proqram deyin də mənə. Yadımda qalsın. Elə bunun özü proqramda budur da elə. Drive space müəllim. Ha, yazıldı deyib, Drive Space proqramını yazıb. Bunun özü elə proqramdır da. Gedim baxım. Yəni. Yeni qulaq asın. Gəldik tətbiqi proqramlara. Buradan o tərəfi biraz rahat olacaq. Sistem proqramı çox idi. Buradan o tərəfi rahat olacaq. Bay yoldaşlar, biz başa qayıtdım mən. Sistem proqramla bağlı danışdıq. Yeni tətbiqiyə gəldim. Sonra da instrumentala. Bunlar azdır, bunlar rahatdır. Biraz tez-tez deyəcəyik bu hissələri. Tətbiqi proqramlar nədir? Konkret məsələlərin həlli üçün nəzərə tutulan, istifadəçiyə müəyyən işlərin icrasında istifadə olunan proqramlardır. 4 yerə bölünür. Ümumi təyinatlı, üsul yönlü, problem yönlü, qlobal kompüter şəbəkələri. Ümumi təyinatlı hansılardır? Bunlardır. Mətin proqramları, elektron cədvəllər, qrafik redaktor, nəşriyyat sistemi, tərcümə, lüğət, mühasibat, verilənlər bazası idarə olunma sistemi, inteqrallaşdırılmış
Paket, ekspert sistemi, elektron təqdimat, audio, video və oyun proqramları. Bunların hamısı ümumi təyinatlı. Yəni birinciyə aiddir. Onca ikinci, üçüncü, dördüncü bunlar rahatdır. Bunlarla bağlı az bir məlumat var. Başlayaq. Burada siz nəyi bilməlisiniz? Burada yollaşır. Əsas proqramların adlarını bilməkdir. Həqiqətən də. Mətn redaktorları mətnlərin daxil edilməsi və redaksiyasına imkan verir. Bura aid olan proqram əsasən Notepaddir. Burada qeyd olunub. Yəni bunun içərisində. Mətn prosesorları isə əlavə olaraq formatlaşdırma da icra edir. Yollaşır, Notepad bu proqramdır. Sadə standart proqramdır. Yəni burada biz niyə sadə deyirik? Çünki məsələn nəyisə qeyd elə bil ki, qeyd dəftərçəsi, bloknot da elə bil. Aydın oldu. Burada rəng falan dəyişmək olmur, qalın kursiv yazmaq olmur. Yəni Word-dəki olan əməliyyatlar burada yoxdur da. Bildiniz. Ona görə Notepad ən sadə mətn redaktoru sayılır. Ən sadə. Yadda saxlayır. Amma təbii ki, qalanları mətn prosesorlardır ki, hansı ki, daha çox əməliyyat yerinə yetirir. Urca müəllim başda keçdiklərimiz yadımdan çıxdı. Narahat olmayın, öyrənəcəksiniz. Yoldaşlar, burada proqramlar var, mətnlərə aid olan. Bunların hamısının adlarını öyrənəcəksiniz. Yaxşı mı? Yəni, əsas proqramların adlarını bilməkdir. Mənim biraz da öyrənməyəcəyimiz şeyləri deyim də, nə olar? Yox, elə bir şey yoxdur. Yoldaşlar, bilirsiniz məsələ nədir burada? Yəni, bu mövzunun əsas o mənfi cəhətlərindən biri. Yəni, nə mənada mənfi deyirəm? Çünki tələbənin gözündə elədir də. Bu proqramların adlarını əzbərləməkdir. Yəni, əsas odur, bildiniz. Yəni, proqramların adlarını öyrənməli. Sən onsuz da gəlib deməyəcək ki, mətn proqramı nə iş görür. Bunu hamı bilir də. Çöldən bir uşağı da çağırsın, o da biləcək ki, mətn proqramı nə iş görür. Sənə deyəcək ki, mətn proqramını seç. Adlarını bilmək lazımdır. Bildiniz. Vacib olan budur. Ayda müəllim düz deyir sizə. Bütün gün evdə WordPad, Notepad deyə fırlanacaq. Sonra elektron cədvəllər. Bura aid olan proqramlar. Excel, Lotus 1-2-3, Quattro Pro, SuperCalc. Yəni, proqramların adlarını bilmək lazımdır. Fərqli bir şey yoxdur. Qrafik redaktor nədir? Şəkil falan seçmək. Bura Paint, ən sadə olan. Paint ən sadədir. CorelDRAW, Photoshop, Illustrator, Freehand. Bu misalları proqramları misal göstərmək olur. Mənim oradakı Lotus var. Lotus gülündən yadda saxlamaq olar. Nə əlaqə? Var, suyun üstündə var. Görməmisiz? Nəyin üstündə? Suyun. Suyun üstünə nə var ki? Lotus nə əlaqə suya? Ay mənim, bu deyil səbinə atdı da gülü. Görməmisiz? Mən nə bilirəm ki, belə şeyləri. Mən bilmirəm, valla belə şey. Birinci əvəzə biraz şey. Artıq bilmiş olduq. Ay müəllim, suyun üstündə üzən gül var ya, onu deyirlər ki, lotus. Ondan deyir, yadda saxlamaq olur. Adətən göllərdə falan olur. Ya bu boyda şeyin içindən lotusu bile yadda Bildim. saxlaya Heç bilərik onun maksimum. yeridir. Mən də elə biləm. Nəysə. İndi gül, biz niyə elə deyirik? Çünki bu gül məsələləri xanımlara sərf edir. Bizə yox. Müəllim çox nəysə heç vaxt bir insan gül almazmı? Ən son bəlkə də 4-cü sinif buraxılışda zadda yanımdakı partada, onu da başının uçqayla. Amma mən sizə bir söz deyim, yollarsan. Düz bura rekordda gedir. Mənim şəxsi fikrimdə. Gül məncə o qədər mənalı bir hədiyyə deyil. Solur gedir də üç gündən sonra. Elə bir şey almaq lazım ki, məsələn, qızıl, nə bilim, başqa bir saat hədiyyə olaraq. Qızıl nə yaxşı. day Mənim müəllim? yaxşı qızıl dəyərli bir şeydir, qiyməti artan şeydir. Yəni qiymətli bir şey də. Xeyr. Eynən. Gül Bir də düz zərifdir gül bir alanda- kərə. Gül mən gülün başıma. Ondan sonra xəncərə gedir. Gül nə? Hə, Allah xəncərə gedəyin. Bu Mən gedirəm. gerçəkdir. Bu gerçəkdir. Gülə Amma verdiyim pulu ətli xəncərə olsun. verəcəm də. Nə edəm gülü? Mən sərf eləmir gül olmaq. Müəllim, gülə Sərf verdiniz pulu elə bir xəncərin pulu çıxacaq. 100%. Heyf deyil xəncər. Sonra nə bilim şirəli dana. Kuzu masası. Müəllim, mən iki karakterin səbəti. arasında yox oluram. Ancaq Bir yeməklər tərəf bilmirəm. xəncərdir, bir tərəf güldür. Mən bunu nətər tu? Bir tərəfdə qaqa, 3 dənə şeyim var, karakterim var. Bilmirəm hansını çıxardım ortaya. Biri Öyrənirsən. aşqodur, biri qaqadır, biri xəncər yeyir, nə bilim, neyir. Qavurma.
Naxçıvan qavurması elə deyirsiniz. Var orada Naxçıvan mı? Qavurma. Müəllim. Niyə müəllim Naxçıvanı niyə yoxdur burada doludur. Hapsiyo da doludur. Maşallah. Tədavi. Cəvizat satanlarımız da var. Hətta yaxşıdır da. Deməli, Naxçıvanla yer azınki tutur da. Müəllim tovuzla Yeraz da gedir. Xəncəli ortaya qoyursunuz. Vsyo. O da düzdür. Bəli. Ay müəllim, sizi qınamıram və ya bizi qınamıram. Az vaxtımızı ona görə yeməyə keçdik. Ha, elədir. Bax, görürsünüz, əlavə söhbət edəndə vaxt nətər tez keçir. Dərsə o qədər maraqlı gəlmir. Ay müəllim, burada o qədər proqram Müəllim, var. Mən yuxum ömrümdə o qədər qaçdı. proqram adı görməmişəm. O qədər telefon istifadə edirəm. Orada Vallahi heç biz də istifadə eləməmişik hamısını. Güya kim hamısını istifadə edir ki, kimə lazım ki, bunun hamısını? Müəllim, onlar nətər öyrənək? Siz Bir dənə olmuş, Excel-i bilsən bəs. Word, Bunların Word, adlarını yazaraq öyrənəcəksiniz. Bir də mən qeydlərini də atacağam yenə. Qeydlərdən öyrənəcəksiniz yollarsa. Bunları ən yaxşı elə öyrənə bilərsiniz. Bu neçə testi var ha müəllim, başınıza dönün. 160 dənə. Ay, şola, yenə yaxşıdır. Ay müəllim, bu Adobe page'ləri bundan cracklərini oradan tapa bilərəm. İnternetdə doludur da. Ay mən tapamıram onları. Tapmaq olar. Süni intellekti yaz görünə çıxardacaq. Hardansa Ay mən tapmaq olar. saytmı? Sayt bu müəllim, vermir. Maraqlıdır. Nəzər görəsən. Deməli yollarsa davam eləyək. Nəşriyyat sistemi. Nəşriyyat sistemi mətn və qrafiki redaktorların imkanlarını özünə birləşdirir. Nəşriyyat məlum məsələci kitabların, jurnalların bu çap olunduğu yerdə. Bura PageMaker var, Publisher var, Ventura. Bir də Quark Express var ki, proqramların adlarını, yeni proqramların adlarını Elə bilməlidir. publish yadınızda saxlayaq ki, elə Bəli, Publisher olsa yollarsa, nəşriyyatdan elə tutma olaraq olsun. belə ancaq bu formada başqa variant. Sonra lüğət tərcümə proqramlarını. Bunu yəqin ki, hamınız biləcəksiniz. Asandır çünki. Lüğəti Ən çox Oxford, istifadə Cambridge, elədiyimiz. Style, Link və Polyglot. Tərcüməyə Prompt, Tillman, Sokrat, Babylon, Intellisoft Translate. Bunları misal göstərə bilərik. Belə. Bu mühasibat proqramlarına bax nə keçir? 3 dənə, vəsiyo. 3 dənədir, bəli. Birisi BC Smart, Smart, Uyu. Hamısı kəşf Uyu olundu. yad geçsin. Bəli, bunları yadda saxlamaq olar, rahatdır. Mühasibat, yollarsa, bunları bilirsiniz. Aramızda mühasibatı sahələrini işləyənlər varsa, yəqin ki, daha yaxşı bilərsiniz. Seydə maliyyə işləri, bu, nə bilim, Bəli, aylıq hesabat, vergi, Bəli. nə bilim, 100 dənə əlaqəsiz işlər. Maaş falan, iş qrafiki falan. Maaş, iş qrafiki, belə şeylər. Verilənlər bazası. Verilənlər bazası məlumat bazası deyirlər. Verilənlər bazasına mən sizə ən yaxşı nümunəni deyim də. Ən yaxşı nümunə bilirsiniz nədir? Bizim Dövlət İmtahan Mərkəzində olan şəxsi kabinetimiz. Çünki hər bir tələbə haqqında orada məlumat var da. Elə ismən qarışıq. Bizim hər birimiz tələbə olmuşuq da indi vaxt ki, mən özümdə. Yəni orada məlumatlarımız yerləşir. Ad, soyad, şəkil, ata adı, nə bilim, yaşayış ünvanı, qeydiyyat ünvanı, fakt ünvan, nömrə, mail adres. O qədər, çoxdur elə. Sadalamadığımız şeylər. Yəni bazadır yoldaşlar. Baza məlumat budur. Aydın oldu. Şu məlumat orada saxlanılır. Verilənlər bazasını işləmək üçün verilənlər bazası idarə etmə sistemləri lazımdır. Bunlar xüsusi proqram mühitləridir. Foxbase var, Clipper var, Informix, Sybase, Paradox, Ingress, Progress, Access. Məsələn, Access-i biz keçəcəyik inşallah 10-cu bölməmiz. Oracle, MS SQL Server, MySQL, bunların hamısı bazayla işləmək üçün xüsusi bir proqram mühitləridir. Sonra inteqrallaşdırılmış paket. İnteqrallaşdırılmış yoldaşlar ümumi təyinatlı proqramlardır. Məsələn, Microsoft Office. İnteqrallaşdırılmış bir paket nə deməkdir? Bir yerə yığılmış müəyyən sayda proqramdan ibarətdir. Sonra Microsoft Works var, Framework var. Bunların hər biri proqram paketlərdir. İçərisində müəyyən sayda proqramlar var. Aydındır mı? Yadda saxlayaq. Sonra expert sistemləri var. Expert sistemləri yoldaşlar nə isə belə də qərar vermək, analiz eləmək, bu tipli şeylərlə məşğul olan proqramlardır. Bura eMesin və ekspertiz proqramlara aiddir. eMesin tipi-də istifadə olunur, ekspertiz isə iqtisadiyyat yönümlü sahələrdə. Elektron təqdimat, bura PowerPoint və Movie Maker proqramına aid edə bilərik. Təqdimat yəqin ki, hamı bilər burada, məncə. Müəyyən yəni Müəllim, daha hər dərs eləyiyor. Hatta müəllimlər tələb edirlər də universitetdən onsuz. Sonra elektron post proqramları. Elektron postuna deyirlər, Outlook, Eudora. Bu mail adreslər, məktubların falan göndərilməsi.
Audio video proqramlar. Windows Media Player, Media Player Classic, Winamp, Base Player. Bunları misal göstərə bilərik ki, bunlar da audio video proqramlara aiddir. Sonra Microsoft Office Project. Bunlar artıq Microsoft aid olan proqramlardır. Sırf özləri bir proqramdır. Project nə ola bilər? AutoCAD, Layihələr. MatChat da var ya orada. Bax yoldaşlar, bunları belə yadda saxlaya bilərsiniz. Project, proyekt, planlama, layihə. Sonra video, vizuallaşdırma. Aydındır. Belə. Sonra Müəllim, bu AutoCAD. mövzudan neçə sual düşə bilər? Bir dənə. Hı. Bir Bir dənə. suala görə biz bu qədər şey Mən öyrəndik. çox Mən proqram də onu var. deyə bildim. Bir Yoldaşlar, sualı narahat cavabını olmayın, bilmirəm. yavaş-yavaş öyrənəcəyik. Narahat olmayın. Mənim Mən bundan də- bir sual düşür. Bəli, bir sual düşür. Yoldaşlar, bir Anladım. dərsi öyrənməyimiz onsuz da çətin məsələdir. Mən onu başa düşürəm. Plus da siz intensiv qrupsuz deyə, mən bunu normalda biz sentyabrda başlayan qruplarla biz bunu 2 dərsi keçmişik. Məsələn, sistemi ayrı keçsik, tətbiqin instrumentalı ayrı keçsik. Prosto biz indi biraz intensiv qrup olduğumuza görə, sonradan başladığımıza görə mən bir dərsi keçdim ki, yəni çatdıra bilək, aydın mı? Yəni ona görə belə sizə yüklənmək çox görsənir də, bildiniz nə demək istəyirəm. Sizin üçün çox görsənir, ona görə belədir. Amma yavaş-yavaş öyrənərsiniz. Mən demirəm, gələn dəfəyə qədər mövzunu tam öyrənəcəksiniz. Heç o mümkün deyil. Burada heç kim gələn dəfəyə qədər mövzunu tam öyrənə bilməz. Amma ən azından bir 60-70% bir məncə mənimsəmək olar. Mümkündür. Belə Testlər də dediniz yazmaq müəllim, olar. mən gəlib hamısını öyrənəcəm. İnşallah tək elə Müəllim, olsun. siz Yarı əsas yarı yerlərinizi yazın. qeyd edin. Motivasiyadan Mən də motivasiya hamısını alan biriyəm öyrənəcəm. çünki. Hə, əsas yerləri də bu PDF göndərəcəm. Hələ bu qısalmış versiyada yollasın. Mən bunu kitab üzərindən izah eləsəydim, biz hələ sistem proqramındaydıq. Belə. Narahat olmayın, öyrənəcəksiniz. Ümumiyyətlə, insan öyrənmədiyi heç nə yoxdur. Yəni, hər şey ola bilər. Mümkündür. Avtomatlaşdırılmış layihələndirmə sistemləri, CAD sistemləri. Aramızda yəqin ki, bu AutoCAD, sahələrdə MatChat da. işləyənlər var məncə. Var Oxuyanlar müəllim, var. mən ikisini də istifadə edə bilirəm. Lap yaxşı. AutoCAD, AutoCAD ArchiCAD və var, MatChat. Architectura, OrCAD var, MassCAD var. Bunlar yollar sırf, məsələn, gəlin görə nə işə yarayır. AutoCAD 2 və ya 3 ölçülü layihələndirmədir. Hansı ki, indi aramızda işləyənlər də var da bilirsiniz. Məsələn, memarlar ən çox bundan istifadə edir. Binaların layihələrində falan müəllim o Bəli. çox istifadə olunur. Ay, sağ ol. OrCAD elektron qurğuları layihələndirir, detallarda, yəni bu zavodlarda və s. olan. Mass nə deməkdir? Riyazi. MassCAD, riyazi modelləşdirmədə istifadə olunur. Riyazi modellər, bəli müəllim. Bəli. Hətta o yoldaşlar, riyazi modelləşdirmədə aşağıda yenə var, usul yönlü proqramlar. Elə usul yönlü proqramlar riyazi iqtisadi yönümlü sahələrdə istifadə olunur da. MassCAD-də burada da var. Eynidir də bunlar. MATLAB var. MATLAB-ı da bəlkə keçərsiniz. Keçənlər varsa bilərsiniz. MATLAB-ı keçən yoxdur aramızda. Resmen. Üniversitede bəzən keçirlər olur ki. Keçmişik müəllim biz. Bizə oxumadığımız şey yoxdur. Keçmişsə lap yaxşı. Bunlar şeydir elə bir ki, riyazi hesablama aparırsınız, sonra qrafikdə nə qədər artıb azalıb onu görürsünüz. Eynən müəllim. Layihələrin idarə edilməsi müəllimi bizim başımızı xarab eləmiş. Hamısını Ha, keçib. ay sağ ol. Layihələrin idarə olması ən çox orada istifadə olunur. Qrafiklər falan qurulur deyə onlar. Ay sağ ol. Eynən, MATLAB-la Düzdür. Bəli, Matchatlı, AutoCAD-dır. bəli, düz deyirsiz yoldaşlar. Qrafiklər qurulur orada. Bu usul yönlü proqramlar o tipli proqramlar, doğrudur. Sonra problem yönlü proqramlar üçün proqram yoxdur. Sənaye və qeyri-sənayedə istifadə olunur. Yəqin ki, müəyyən qurğuların işləməsi üçün proqramda, amma adları qeyd olunmayıb, yəni hansısa proqram varsa əgər. Qlobal kompüter şəbəkələri, brauzerlər, bura aid olan proqramlar deməli Google Chrome'dur, Internet Explorer, Netscape Navigator, Safari, Microsoft Opera, Microsoft Edge. Bunlar şeylər də yoldaşlar, brauzerlər. Yəqin ki, bilərsiniz bunları. Belə. Yəni qlobal şəbəkəyə çıxışı təmin edir. Sonra bank sektorunda ötürmələrin təşkili üçün proqramlar var. Bunlardan ki, aramızda var elə bank sektorunda işləyən Sprinti müəllim birinci dəfədir görürəm. Retrosunu Swift istifadə eləmişəm bilirəm. Sprint amma birinci dəfədir görürəm. Ha, Swift istifadə olunan bir şeydir, onu mən də bilirəm. Hə, Swift Məşhur, standartdır. o adını eşitmişik. Eynən. Bunlar yoldaşlar, Seyiddə bu beynəlxalq valyuta köçürmələrindən istifadə olunur, səhv Eynən. eləmirəmsə. Valyuta transferlərində istifadə olunan. Bəli. Yəni pul köçürmələrdə belə deyək. Ən çox orada. Amma Sprinti birinci dəfədir gördüm burada. Maraqlanıram. Yo, o da var idi. O da var. O da var. Qeyd olunub adı. Sonra qaldı bir dənə instrumental. Bu da 2 səhifədir, indi bitirəcəyik. Demək olar. Instrumental yoldaşlar. Necə? Pək o qalsın. Yo, əksinə qalmamalıdır biz. Yəni çatdırmaq söhbəti var ya yoldaşlar.
Az da bu onsuz azdır. İnstrumental proqramlar tətbiqi və sistem proqramları yaratma məqsədlə istifadə olunur. Bu kompüterin başa düşdüyü dillərdən birinə yazılır. Yəni söhbət nədən getdi? Avtomatik biz başa düşürük. Deməli proqramlaşdırma dillərindən söhbət gedir burada. Çünki yazılan hər bir şey orada təyin olunur. Proqramlaşdırma dilləri iki yerə ayrılır. Aşağı səviyyəli, maşın yönlü. Bura assembler misal göstərə bilərik. Assembler proqramı. Yüksək səviyyəli dillər isə daha çoxdur. Fikir verirsiniz. Bunlar da yavaş-yavaş öyrənəcəyiz saatlarla. Bir neçəsini. Yoldaşlar, burada translator deyilən bir anlayış var. Yadınızdadsa algoritmdə də var idi bu. Bildiniz. Translator orada vardı yoldaşlar. Maşın dilinə çevirən. Ay sağ ol. İlkin proqram mütləq proqrama çevirirdi. Yəni proqramlaşdırma dillərinə yazılmış proqramları kompüterin maşın dilinə çevirir. Bu da iki formada çevirə bilir. Ya kompilə olunmuş, yəni bütöv, birbaşa tam. Ya da interpretasiya olunmuş, yəni bir-bir, hissə-hissə, hər biri ayrı-ayrı. Fikir verirsiniz, mən burada asar söz kimi qeyd eləmişəm. Translator bu ilin qəbul sualıdır, düşmüşdür. Elə özün soruşurdu. Soruşur ki, translator nədir? Deməli yoldaşlar, burada proqramlaşdırmanın inteqrallaşdırılmış mühiti var. Bunlar nə üçündür? Əsasən yazılmış proqramın, ilkin proqram mətnində redaktör işləri aparmaq üçündür. Bura aid olan proqramlar Turbo Pascal, Pascal ABC, Dev C++, Eclipse, NetBeans və s. proqramların adları qeyd olunur. Case texnologiyası nə üçündür? Mürəkkəb informasiya sistemlərinin yaradılmasının istifadə olunur. Ümumiyyətlə, informasiya sistemi ən çox harda yaradıla bilər? Şirkətlərdə, nə bilim, hər hansı dövlət orqanlarında. Yəni, hər hansı baza formalaşdırır bildiyiniz. Bura aid olan proqramların adları qeyd olunur. Application Development Workbench, BP WinWorks, Desktops və s. Yəni, bir qəribə adları var proqramların. Bunların adlarını bilmək lazımdır. Demək olar ki. Qaldı sonuncu hissə. Burada nələr var? Proqramı yükləmək, quraşdırmaq və endirmək. Sizcə birinci hansı icra olunur? Kim deyər? Birinci hansı gəlməlidir yoldaşlar? Müəllim, endirmək olar. Ay sağ ol, indir. Telefonlarda yazılır, görmürsünüz Google'da. İndir. Bəli. Sonra Birinci yüklənir, sonra da endiririz. quraşdırılır. Yox, Sonra hə, quraşdırılır, sonra yüklənir. quraşdırılır. Ay yoldaşlar, endirəndən sonra installing eləyir sizə, quraşdır. Setup X yazılır, görmürsünüz hətta. Quraşdır. Installing oldu, instalyasiya. Endirəndən sonra quraşdırırsınız. Sonra yüklənir. Yüklənmə bilsiniz nədir? Quraşdırandan sonra sonraki proses, yəni proqramın açılması. O yüklənmədir, aydındır. Müəllim, loading dediyimiz yüklənmə, yəni elə bir yüklənmə, install quraşdırma dediysə, onun kimi bir şey, eyniləşdirdin proses. Hətta endirdin, quraşdırdın. Sonra da proqramı açırsan da open. Yüklənir. Birinci endirməkdir, sonra quraşdırmaq, sonra yükləmək. Yada sağlayın bunun sıralamasını. Düzdür, kitabda arzulu verilib. Sonra freeware var, shareware, bir də demo var. Freeware nədir? Limitsiz, ödənişsiz proqramlar. Aydın oldu yollasın. Free ümumiyyətlə ödənişsiz deməkdir. Yəni, boş mənası da var ödəniş. Ya, pulsuz bu mənada. Belə, free bir də kartof free var. O isə. Shareware. Bu proqramlar vaxt və giriş məhdudiyyətli olur. Vaxtda qoyulan məhdudiyyət olmaq. Bu proqramlar bilsiz hansılardır. Hətta biz o proqrama hər dəfə girdiksə, proqram avtomatik özü onu sayır. Sən önce məsələn 4-5 dəfə girəndən sonra 6-cı dəfə o proqrama girə bilməyəcəksən. YouTube Prime. Necə? YouTube Prime-ına misal ola bilər. Bir aylıq. Ay, sağ ol. Məhdudiyyətdir elə bil ki. Sənə deyəcəksə elə. Yəni ödəniş premium elə. Premium. Ay, bilmirəm. Sonra demo nədir? Bu tip proqramlarda yoldaşlar, proqramın hər hansısa bir hissəsi işləmir. Bilirsiniz niyə? Demo saydı da o proqramı sınaq məqsədli verirlər daxil olmaq üçün. Demo budur bax. Hətta demo versiya. Hətta demo versiya. Proqramı istifadə sınaq məqsədli. Sınaq məqsədli, bəli. Belə. Burada crack cake də var yoldaşlar. Bunlar limitsiz proqramlar sayılır. Asar proqram. Crack nə deməkdir? Sındırılmış. İcazəsiz istifadə. Və portable. Bu da proqram təminatının quraşdırılmadan istifadəsi üçündür. Portable o demək ki, yəni proqramları tutaq çatırsan flash karta və ya nəmin sərt diskə özündən aparıb hansısa bir kompüterə quraşdıra bilirsən də. Aydın oldu yoldaşlar. Portable yəni bu mənada. Daşına bilən proqramlar sayılır.
Aydın oldu. Bəli müəllim. Belə. Yekunlaşdı. Yekunlaşdı. Bu da oldu bizə proqram təminatının sonu. Düzdür, biraz mövzu olaraq çoxdur. Amma yavaş-yavaş öyrənəcəyik təbii ki. Öyrənəcəyik, yenə də öyrənəcəyik.